Baxın, mən bir sinəyə başa düşdüm, siz danışa. Mən başa düşdüm ki, misal üçün də primitiv mən bunu deyim də, bu su stəkanıdır. Bu su stəkanıdır. Və bu tək su stəkanı deyil. Mən deyirəm ki, bu su stəkanıdır. Siz də qəbul edirsiniz də. Amma bu bizim ikimizə görə belədir. Başqalarına görə isə bu belə deyil. Başqalarına görə bu qabdır. Başqalarına görə bu kasadır. Başqalarına görə bu nə bilim içərisinə su tökülə bilən bir insan baxır boş tərəfini görür, bir insan baxır onun dolu tərəfini görür. Çox qəribədir ki, yəni əslində qəlibləşmiş bu. Eynən bizim həyatımız, bizim beynimiz kimidir. Mən belə başa düşdüm də. Deməli müəyyən sözlər var. Məsəl üçün mikrofon sözü var, studiya sözü var. Beynimiz mikrofon deyəndə bu mikrofon nəzərdə tutur, studiya deyəndə mən gördüyümdə bu studiya nəzərdə tutur. Və birbaşa beynimiz onu tez qavrayır ki, həvsə mən qavradım. Amma qavramamısan. Hansı mikrofondan söhbət gedir? Bizim problemimiz məncə sorğulamamaqdadır. Bəli, sorğulamamaqdadır. Sorğulamamaqdadır. Sokratesin bir sözü var. Sokratesin bir sözü var ki, sorğulanmamış həyat yaşamağa dəyməz. Çox gözəl sözdür. Yəni mən bilməzdim mən Sokrata. Həqiqətən mən bunu başa düşdüm ki, biz həyatımızı sorğulamamışıq. Biz verilən bax yenə gedib çıxırıq biz uşaqlığa. Çünki verirlər al. Verirlər al, döyürlər, qaç, nəsə belə bir misal da var. Bir dənə də maraqlı yerinə düşür, yəni öz dəyərinə əlaqəli bir şey deyim. Məsələn, çirkin olduğuna inanan bir insana, məsələn, özünə emosional baxışı çirkindir ki, misal üçün mən gözəl deyiləm və dəyərsiz olduğuna inanır. O insana gəlsin, bütün dünya insanlar yığışsın, gəlib desin ki, sən çox gözəlsən, sən çox dəyərlisən. Nə olacaq sonda sizə? Heç kəs inanmayacaq o. İnanmayacaq. Niyə inanmırıq sizə? Çünki bizim içimizdə səs var axı. Mənim özümdə bizim inancımız var axı bilinçaltımızda ki, mən dəyərsizəm inancı. İndi kimsə gəlib sənə deyir ki, sən dəyərlisən. Şuuraltı zeyin bu bilgini rədd edir. Doğru. Özündə olanları isə onu qüvvətləndirəcəklərsə, o belə örnək verirlər, deyir, bıçağın yağa girdiyi kimi o neqativ inanclar bizim zehnimizə təkrardan girir. Necə? Məsələn, o dəyərsizəmə inanırdı axı. Biri gəlib desin ki, sən çox çirkinsən, nə gündəsən sən? O dəhşət emosiyaya qapılır, kədərlənir, ağlayır. Niyə? Ona dərhal inanır. Çünki o inancın əksi bir şey deyil. O dəyərsiz olduğuna inanırdı və o inancı təsdiqləyəcək, daha da qüvvətləndirəcək bir bilgi gəlir hal-hazırda. Çox qəribədir. Sonra iki insan, məsələn, ailədə daha çox olur. Bir-birlərinin fikirlərini rədd edirlər. Və buna da əsəbləşirlər. Amma daha anlayışlı olmaq olar burada. Məsələn, oturub danışırlar, bir fikir söyləyir deyək xanım, bəy bunu rədd edir. Xanım deyir ki, demək ki, mənim dediyimin, bu fikrin əksinə inanır. Onun şuuraltısında belə bir inanc var. Ona görə qəbul etmədi. Anlata bildim. Yəni bizim zehnimizdə olan inancları qüvvətləndirəcək şeylər müqavimətsiz bizim bilinçaltımıza daxil olur və biz o şeyləri qəbul edirik asanlıqla, amma əksi olanda biz onları rədd edirik. Əksi olanda biz onları rədd edirik. Beynimizdə yoxdur axı. Necə götürək? Biz onun əksinə Bizə sərf eləmirik. Biz onu necə qəbul edirik? İndi bu mövzunu alıb bir dənə də bir şey biz burada anlatmalıyıq şuuraltına əlaqəli olduğu üçün. Hər şeyin ilki müqavimətsiz olaraq şuuraltına daxil olur. Misal üçün, mənim sahəm hipnozdur. Mən şuuraltı terapistəm. İstifadə etdiyim texnikalardan ən vacibi hipnozdur mənim üçün. Mən bunu bilirəm artıq. Hipnoz haqqında məlumatım var. Bugün kimsə gəlib mənim bildiklərimdən hipnoz haqqında başqa bir şey desə, anlatsa, mən onu qəbul etmərəm. Əgər fərqli bir şey anlatırsa. Çünki hipnoz haqqında artıq bilgi var mənim bilinçaltımda. Hə, azad olub. İndi burada məsələ hipnoz deyirlər. Nümunəni mən hipnoz üzərindən verdim. Baxın həyatınızda səmimiyyət olsun, sevgi, dostluq, hər şey haqqında. Ki mən nəyə inanıram? Bugün rədd edirəm bir şeyləri. Və yaxud da ki mən anlatıram, kimsə rədd edir bunu. Nə üçün rədd edir? Fərqli bir şeyə inanır. Bir bilgi girdi bizim şuuraltı zehnimizə, artıq şuuraltı onu qoruyur. Qalsın. Hə. Əksi bir şey gəlinə rədd edəcək.